Mən namaz qıldıqdan sonra kimsə mənə Allah qəbul etsin deyir. Və mən deyirəm ki, bu cür etmə. Çünki sahabələr belə etməyib. O isə mənə deyir ki, mən neynirəm ki, sadəcə dua edirəm. Belə insana necə nəsihət etməliyəm? Namaz bitirdikdən sonra, yəni hər dəfə fərz namazını bitirdikdən sonra bir-birinə çönüb Allah qəbul etsin, təqabbalallah demək, yəni bu gəlməyib sahabələrdən, nə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən, nə də onun sahabələrdən gəlməyib. Sadəcə kimsə deyirsə, denən əmin, Allah sənin namazını qəbul etsin. Problem yoxdur, dua elə. Lakin sonra izah elə ki, yəni bunu daim demək düzgün deyil. Yəni bu da duadır. Xüsusən də namazdan sonra edilən dua, yəni fərz namazdan sonra edilən dua qəbuldur. Sadəcə bunu daimləşdirmək olmaz. Yəni hətta bəzi ölkələrdə olmuşuq, yəni könül sağına, soluna əllə də görüşür və ya durur, qucaqlaşırlar. Hətta elə firqələr var və yaxud elə ölkələr var, növbəyə, sıraya düzülürlər, bir-bir görüşürlər. Bunlar hamısı gəlməyib. Yəni düzdür, bunlar zahirən baxanda gözəl əməl. Deyirsən ki, burada nə var ki, görüşürlər, salamlaşırlar, dua edirlər bir-birlərinə. Lakin bu gəlməyib, sünnədə gəlməyib. Ona görə əgər insan eləyirsə, bəzən deyirsə, problem yoxdur, dua eləyir, sən də deyir ki, Allah qəbul etsin. Lakin izah eləmək lazım, bu daimləşdirmək düzgün deyil.